Artıq 5 ildir ki, Qarabağın bərpası və inkişafı istiqamətində böyük addımlar atılır. 14-16 oktyabrda Bakı Expo mərkəzində keçirilən Azərbaycan Beynəlxalq Qarabağın bərpa, yenidən qurma və inkişafı sərgisi işğaldan azad edilmiş ərazilərdə görülən işlərin bölgədəki inkişafın təqdim edilməsi üçün mühüm platformadır. Hər il olduğu kimi, bu ildə sərgi Qarabağın bərpası prosesində iştirak edən qurumları, yerli və xarici şirkətləri, eləcə də investorları bir araya gətirdi. Kiçik və orta biznesin inkişafı agentliyi ənənəvi olaraq sərgidə xüsusi stendlə təmsil olunub. Agentliyin stendində KOP subyektlərinə məhsul və xidmətlərini ödənişsiz təqdim etmək imkanı yaradılıb. Bu il bir çox sahələri bu sərgimizdə bir arada görürük. Və mən düşünürəm ki, doğma Qarabağımız üçün lazım olan sahələr, eyni zamanda yeni fikirlər, yeni ideyalar, yeni müasir sahələri bir arada görürük. Və düşünürəm ki, izləyicilərimiz üçün də maraqlı olacaq. Və buradan bütün investorlara, həmkarlarıma səslənirəm. Qarabağın bərpasında birləşək. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Eşq olsun Azərbaycan xalqına, yaşasın Azərbaycan. KOBİA olaraq Qarabağın inkişafına töhfə verən, eləcə də bu istiqamətdə potensiala malik KOBların Rebuild Qarabağda iştirakına dəstək olmaqdan məmnunuq. Bugün biz Alov İnşaat şirkəti olaraq KOBİA'nın yaxından köməyi və dəstəyi ilə Qarabağın yenidən qurulması, bərpası və inkişafı sərgisində iştirak edirik. Sərgidə iştirak etməkdə əsas məqsədimiz işğaldan azad olunmuş ərazilərin bərpasına, yenidən qurulmasında öz töhfəmizi verməkdir. Agentliyin stendində Qarabağın biznes və investisiya imkanları, bölgənin potensialı, işğaldan azad edilmiş ərazilərdə yaradılan sənaye parkları, sahibkarlar üçün nəzərdə tutulan güzəştlər barədə də məlumat verilir. Sərginin təşkilatçılarına minnətdarlığımı bildirirəm. Həmişə kimi yüksək təşkilatçılıq, işlə peşəkar yanaşmam hiss olunur. KOBİA'nın bizim üçün təmənnasız olaraq yaratdığı bu imkandan maksimum istifadə edirik. Sərginin nəticələrinin həm bizim, həm digər həmkarlarımızın fəaliyyətində hiss olunacağına əminəm. Bu il 5 illik yubileyini qeyd edən Rebuild Qarabağ sərgisi bir daha göstərdi ki, Qarabağın bərpası təkcə infrastruktur layihələrindən ibarət deyil, həm də sosial-iqtisadi dirçəlişin və yeni həyatın rəmzidir.